Samux rayon sakini bıçaq xəsarəti alıb. Doğru xəbər Azərbaycan bildirir ki, Əhmədbəyli kənd sakini 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova təcili xəstəxanaya çatdırılıb. Qadının vəziyyəti orta ağırdır. Məlumata görə 2005-ci il təvəllüdlü Raul Ələkbərov ailə münaqişəsi əmrində anası Elnurə Ələkbərovanı bıçaqlamaqda şübhəli bilinir. Faktla bağlı Samux rayon polis şöbəsində araşdırmalar aparılır. Daxili İşlər Nazirliyindən bildirildi ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ələkbərov saxlanılaraq istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir. Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən, 2 gözündən də əlil olan Qulu Abbasovun cəzası azaldılıb. Doğru xəbər Azərbaycan bildirir ki, Ali Məhkəmə bununla bağlı qərar verib. Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül olan qəsdən adam öldürmə maddəsini tövsif edib. Yeni qərarla Abbasovun cəzası 15 ildən 13 ilə endirilib. Qeyd edək ki, 43 yaşlı məhkum qonşusu Xanlar Əmirovu qısqanclıq zəminində bıçaqla qətlə yetirib.